Salam canlarım, necəsiniz, nə var, nə yox, nə edirsiniz? Mən yaxşıyam, çox şükür. Bildiyiniz kimi, izlədiyiniz kimi hər şey yolunda, davam edir. Bu arada dəstəkləriniz üçün və bu başdan sizə çox təşəkkür edirəm. Məni dəstəkləyirsiniz, videolarımı izləyirsiniz, yorumlar yazırsınız. Çox sağ olun, çox təşəkkür edirəm. Bugün də bizim Önce bunu deyim, sabah ilahlı çərşənbəmizdir. Bu çərşənbə münasibətilə bütün Azərbaycan xalqını, bütün Türk dünyasını təbrik edirəm. Allah hamımıza daha xoş günlər, daha gözəl günlər, daha gözəl günlərdə yaşamağı nəsib eləsin inşallah. Bugün də bizim çox pratik, çox tez başa gələn bir yeməyimiz var. Bu yeməyimizin bəlkə də eləyən var bilmirəm, amma bunu mən özüm elə başa düşürəm ki, mən özüm eləmişəm. Mənim ixtiramdır, belə deyək. Yeməyimiz spanaqlı, göbələkli, fırında pişən bir yeməkdir. Belə bir adı yoxdur, necə deyim, nə bilim, bir ad qoymamışam. Günayın yeməyi olsun, Günayın mətbəxindən Günayın yeməyi olsun. Spanaq sevənlər, göbələk sevənlər bu yeməyi gönül rahatlığı ilə hazırlayıb yeyə bilərlər. Çünki dadı da çox gözəl olur. Burada bizə spanaq lazımdır, göbələk lazımdır. Bir orta boy soğan xırda şəkildə doğradım. Bir də beşamel sos eləyirəm, ona qarışdırıram. Üstünə də qalanski pendir eləyib, Holland pendiri eləyib fırına verirəm. İndi keçək hazırlamağa. Hazırlanma qaydası da çox asaddır. Mən tavamıza biraz yağ tökdüm. Yağı tökəndən sonra soğanı tökdüm. Bu soğanı tavada biraz qovuracağım. Qovurandan sonra göbələyimizi tökəcəm. Göbələk bilirsiniz biraz sulu kimi olur, su salır pişəndə. O suyunu çəkəndən sonra spanağımızı qoyacağım. Burada belə deyim, mən öz zövqümə görə, bizdə spanaq çox sevilir deyə mən biraz spanağını artıq eləmişəm. Göbələk də yarım kilo göbələk var burada. Yarım kilo göbələk, bir balaca dəstələr olur da bilirsiniz spanaq şəhər yerində. 6 dəstə spanağım var. Bunlar göbələk pişib suyunu çəkəndə mən neydi bu? Spanaq. Spanağı tökəcəm. Spanaq da pişəndən sonra kənarda beşamel sosumuzu hazırlayacaq. Ondan sonra da qarışdırıb üstünə də pendir, qalanski pendiri töküb fırına verəcək. Bu qədər. Bu şəkildə baxın göbələyimiz hazırdır, pişdi, suyunu çəkdi. İndi mən bura spanağımızı tökəcəm. Spanağı da çox xırda doğramırıq. Belə gördüyünüz kimi 3-4 yerə böldüm. Bunu mən belə qoyub ağzını, qapağını qoyanda öləcək. Spanaq bilirsiniz. Bir də baharatlarımız var. Orada baharatlarımızla bir də duz qoydum. Bunun ağzını örtüb mən beşamel sosu hazırlamağa keçirəm. Beşamel sosumuzu da keçən dəfə də eləmişdik. Xatırlamıram hansı resepti idi. 2 yemək qaşığı belə kərə yağımız var. Bu kərə yağı ərisin. Burada 1 yemək qaşığı unumuz var. 1 stəkanda südümüz var. Biraz unu qovuraq yağda. Ondan sonra südü əlavə eləyəcək. Mən bir də xoşlayıram, onun içine biraz stiyok tökürəm beşamel sosun. Onun dadını qaldırır o stiyok, yaxşı olur. Onu siz zövqə görə eləyə də bilərsiniz, eləməyə də bilərsiniz. Bu göbələkli spanaqlı kütləmiz hazırdır. Bu şəkildə pişirdik. İndi biz buna hazırladığımız beşamel sosu töküb qarışdırırıq. Mən bunu bir dəfə qaymaqla eləmişdim. Amma qaymaqla çox yağlı oldu. Elə bil çox da xoşumuza gəlmədi bizim. Bəlkə xoşuna gələn olar bilmirəm, amma bizim xoşumuza gəlmədi qaymaqla. Beşamel sosla elədim, daha gözəl oldu, daha yaxşı oldu. İndi bunu biz fırında pişirəcəyimiz qaba tökürük. Üstünə də pendirimizi və salam. Fırına getməyə hazırdır. Biz bunu qoyaq fırına. Bir 10-15 dəqiqə
kızarsın, pendir erisin, üstü kızarsın. Yemeğimiz hazırdır. Bu kadar. Hazırdır. Gördüğünüz kimi hazırlanması çok uzun çekmiyor. Hardasa 10-15 dakika anca çekir. İçine giden erzaklarımız da çok değil. Çok pratik, çok hazırlanması tez olan bir yemeğimizdir. Bu da gördüğünüz kimi peynirini de töktük. Fırında üzünü bir güzel kızarttık. Bunu servis eləyək. Yemeğimizi servis elədik. Çok güzel tadı var. Pişirənlərə, yeyənlərə nuş olsun. Məni takip eləməyi, yorum yazmağı, izləməyi unutmayın. Bu yemeğin adını da istəyirsiniz, siz də qoya bilərsiniz. Dediyim kimi mən buna ad qoya bilmədim. Siz qoyun, yorumlarda da yazın. Yemeğimizin adı olsun. Sağ olun, görüşərik.